Kürdəmirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xəqani Şirvani adına Aran regional filialı rayonun Atakişli kənd orta məktəbində klassik şərq poeziyasının böyük nümayəndəsi, 19-cu əsr maarifçilik ideyalarının ən böyük təbliğatçısı Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibəti ilə ədəbi bədii məclis keçirilib. Məclisin aparıcısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov yığınacağı açaraq Seyid Əzim Şirvaninin həyat və yaradıcılığından bəhs edərək daha çox Füzulidən qaynaqlanan şairin, klassik şeirin bütün janrlarında qəzəl, qəsidə, fəxriyyə, müxəmməs, müstəzad, müsəddəs, rübai və s. növündə əsərlərin yazılmasını mövzu etibarilə maarifçiliyə, elmə üstünlük verən Məsimi onun lirik romantik əsərlərində də realizm üstünlüyü təşkil etməsini qeyd etdi. Çıxış edən natiqlər bugünün əsas mahiyyətindən söhbət açdılar. Məclisin bədii hissəsində Respublikanın tanınmış sənətçiləri, Respublikanın əməkdar incəsənət xadimi xanəndə Hacı Aqil Məlikov, Respublikanın əməkdar mədəniyyət işçisi, Şirvan Aşıqlar Birliyinin sədri Aşıq Ağamurad İsrafilov, xanəndə Hüseyin Məlikov, 8-ci televiziya muğam müsabiqəsinin laureatı, beynəlxalq muğam müsabiqəsinin qalibi Daşqın Kürçaylı, Tarizan Adil Rəhimov iştirak ediblər. Daha sonra Kürdəmir şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin ifasında şairin qəzəl və təmsillərindən nümunələr səsləndirilib. Bugün dahi şairimiz, qəzəl Füzuli irsinin layiqli davamçısı olan Seyid Əzim Şirvaninin demək 190 illik yubileyinə toplaşmışdıq. Gözəl bir tədbir oldu. Azərbaycan yazılı ədəbiyyatının daşını, divarını hörə-hörə əbədiləşdirən şairlərimizdən bəlkə də ön cərgədə duranlardan biri də Seyid Əzim Şirvani. Seyid Əzim Şirvaninin bugün qəzəllərinə, rubailərinə yazılmış sözlər burada muğam ifaçıları ifa etdilər. Məktəblilərə daha çox önəm vermişdi ki, onlar klassik irsimizi daha yaxşı mənimsəsinlər. Cəmilə Nəsir qızı Aqil Əsədov, Həcər Əsənova bugün informasiya proqramı üçün.